Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Ahdul ilmi bi hukmin fi mevdu hukmin ahar. Ötən dərsdə qeyd elədik ki, hökmül məzula olan elmi həmən hökmül məzulun mövzusuna götürmək müstəhildir. Deyiblər də müstəhildir, qəbul edən də var, rədd edən də var, işimiz yox. Burada istəyirik ki, başqa bir bəhs açaq və sual verək. O da bundan ibarətdir ki, yaxşı, hökmün öz mövzusunda həmən hökmü olan elmi qeyd olaraq götürmək olmadı. Bir hökmə olan elmimizi başqa bir hökmə olan elmin mövzusunda necə götürmək olar? Olmaz. Seyyid deyir ki, bu üç halda təsəvvür oluna bilər. Sübutən üç cür təsəvvür edə bilərik. Bir dəfə həmən hökmləri mütəxalif götürə bilərik, bir dəfə mütədad götürə bilərik, bir dəfə də mütəmasil götürə bilərik. Mütəxalif demək istəmir, tamam başqa-başqa həqiqətlər. Məsələn, fərzən belə deyək. Deyir ki, əgər həccin vacibliyin bildinsə, sədəqə ver. Sədəqə sənə vacibdir. Əgər, məsələn, fərzən belə deyək, atanın səni çağırdığına elmin oldusa, namazı kəsmək sənə vacibdir. İki dənə vacibdən danışır. Aydın oldu, bir namazın vacibliyi, bir atamın namazı davam eləməyin vacibliyi də atamı çağırmağa. Bir vacibə, sən də başqa vacibə tərk eləyirəm. Nəyə görə? Elmimə görə. Çünki şari birinin vücudun o birisinə bağlayıbdır. Mütəlləqə qeyd olurdu. Birinə olan elmi o birisinin mövzusunda qeyd olaraq götürürdü. Bunda qətlən kesin problem yoxdur. O qədər hökmünə biri digənə bağlıdır. Əgər, tutaq ki, məsələn deyək, filan qadının sənin arvadın olmağına yəqin oldusa, onda o nəfəqəsini verməlisən. Arvad bir şeydir, kəbin bir şeydir, nəfəqə başqa bir şeydir. Yəni, belə şeylərdə heç problem yoxdur. Bu qətən ki, ola bilər və vardır və bol da var. Nə istəsən var, o qədər bir elmi başqa elmi. Əgər bilsən ki, məsələn, fərzən deyək, satdığın mayi araqdır, məsələn deyək, onu alveri tərk eləməlisən. Araq, alver, demək, bunda problemimiz yoxdur. Problemimiz qalır 2 ilə 3-də. Mütədad və mütəmasildə. Əgər bilsən ki, namaz sənə vacibdir, onda namaz sənə haramdır. Belə bir şey ola bilər? Yox, ola bilməz. Niyə? Deyir, çünki həm ələqə olan əvvəl, həm ələqə sanin əvvəl oxudur ki, əhkam xəmsə bir-birindən təzadları var və mütədaddan la yectəmiyan. Aydın oldu. Mümkündür bir şey eyni zamanda vacib və haram olsun. Bu da ola bilməz. Yəni, birincinin vüqusunda problemimiz yoxdur, vaqidir. İkincinin vücudunda, yəni ədəmül vüqusunda problemimiz yoxdur. Qaldı nə? Mütəmasili. Yəni nə? Əgər namazın vacibliyin bildirsə, həmən namaz sənə vacibdir. Namazın vacibliyin bildirsə? Əgər namazın vacibliyin bildirsə, həmən namaz sənə vacibdir. Şeyin öz üçün qeyd ol götürülür. Deyir, bu da müstəhildir. Məşhurdur ki, hətta eyni cinsdən olan hökümlər belə eyni cinsdən olan vaciblə vacib, müstəhillə müstəhil, məşhurlə məşhur. Necə ki, vacib ilə haram bir araya gələ bilməzdilərsə, vacib ilə vacibdə eyni olmur. Çünki olan nədir? Mütədaddılar. Bu da ola bilməz. Bura qədər ki, problemimiz yoxdur. Oxuya bura. Deyir ki, qəd yuxəzul ilmu bi hukmin fi mevdu hukmin axar. Mümkündür ki, bir hökmə olan elm başqa bir hökmə olan elmin mövzusuna qeyd olaraq götürülsün. Bəl hukman imma an yakuna mütəxalifəyn, əv mütədaddeyn, əv mütəmasilin. Fəhəzi thəlâthu halatin. Əmməl haletul ula, fəla şəkkə fi imkanihā. Kəma izə qaləl amiru, izə alimtə bi vücubil həcci, aleykə fəktub vəsiyyətəkə. Fərz ilə hədis gəldi ki, əgər həccin vacibini bildinsə, ağır bir səfərə çıxırsan, vəsiyyəti yaz. Vəsiyyəti yazmaq sənə vacibdir. Və yəkunul ilm bi vücubil həcc huna qat'an mevduiyyən bin nisbət ilə vücubil vəsiyyə. Burada artıq deyir ki, həccin vacibliyini olan elm
Bəli. Vəsiyyətin yazılması üçün qət mövzuyu olacaq. Ya da qət təriqi, qət mövzuyu Bəli. görmüşdük. Burada həccin vacibliyi olan elm qət mövzuyu götürülür nə üçün? Vəsiyyətin yazılması üçün. İlə vücub vəsiyyət və tariqiyyən təriq olacaq bin nisbəti ilə mütəalləqihi, öz mütəalləqinə nisbət. Nə deməkdir bu şeylər? Qət təriq, qət mövzunu keçmişik də qabaqda. Bəli. Məsələn, fərzən belə deyək. Deyirik ki, əl-xəmru haramun. Aydın oldu. Allah deyir ki, araq haramdır. Lakin məsələn, fərzən deyək, mən gəldim, soruşdum ki, satıcıdan bu müayinə dedi, araqdır. İkincisindən, üçüncüdən soruşdum, mənə qət hasıl oldu ki, doğrudan araqdır. Yəni, şübhəm qalmadı. Bu qətim nə oldu? Qət təriqi. Çünki mən hökmü bilirdim. Qətim mənim hökmə yol açdı ki, artıq haramdır, bunu içə bilmərəm, sata bilmərəm ki, məsələn, eləyə bilmərəm. Bir də var, buna nə deyir? Qət təriqi. Nə deyir ki, əgər qarşındakı mayenin araq olmağına yəqinin varsa, onu sata bilməzsən. Onda mövzu olacaq satmaq üçün məsələn. Deyir, indi, həccin vacibliyinə olan elmimiz özü üçün qət təriqi deyən Hasan bir söz vacibdir, həcc vacib oldu. Vəsiyyətin yazılmaq üçün nədir? Mövzu olacaq. Yəni, bilən kimi ki, onda gedək yazaq. Və əmməl halət thaniyə fələ yənbəği şək fi istihalətiha. İkinci də müstəhilliyində problemimiz yoxdur. Və misaluha ən yuqal, ən yəqulul amir. Belə deyir. İzə alimtə bi vücubil həcci ələykə fəhuvə haramun ələykə. Əgər həccin vacibliyini bildinsə, o sənə haramdır. Vəl-vəchu fil istihalə ma təqəddəmə min ənəl əhkam-ı təklifiyyəl vaqiyə mütənafiyyətü mütədadətun. Dəlilimiz nədir? Dəlilimiz budur ki, öncədən də bilirdik ki, əhkam təklifiyələr, əhkam təklifiyyə, vaqiyyə öz aralarında münafatları vardır və ziddiyyət təşkillər. Fəla yumkinil mükəlləfil qatiə bil vücub ən yətasavvərə sübut el-hürmə fi haqqihim. Bir nəfər ki, bir feil onun barəsində vacibliyimiz onun haramlığını təsəvvür edə bilməz ki. Ta ki, məsələn deyəm, mən indi yəqinə çatdım ki, mənim vəzifəmdir dərs deməyim. Bu mənə vacibdir. Həmən bu dərsi mən haram bilə bilərəm. Hökm dəyişib yerinə haram gələ bilər. Amma bu dərsin vacib bildiyim halda onu haram bilə bilmərəm. Eyni zamanda mütəzad vəsflərlə vəsf oluna bilmərəm. Və əmməl halət thalitə qəd yuqal bi istihalətihə. Mümkündür kimsə desin ki, bu da müstəhildir. Hələ əsas ənə ictimə hükməyni mütəmasilin müstəhilun. Mütəmasil hökmlərdə bir yerə cəmləşməsi müstəhildir. Kəctimal mütənafiyyən. Mütənafiyyən kimi. Və izə qilə inqata'ta bi vücubil həcci və cəbə aleyk. Əgər həccin vacibliyini bildinsə, o sənə vacib olur. Binəhvin yəkunul vücubul məcul fi hadil qadiyyə qeyrul vücubul məktubihim musbəqən. Deyir ki, belə ki, yəkunul vücub məcul fi hadil qadiyyə bu qəziyyədə olan vücub qeyrul vücubul məktubihi musbəqən. Əvvəlcədən qətə çatdığımız vücubdan danışmır. Kânə mə'nə zâlikə fi nəzəril qati ənə vücubeyni mütəmasilin qəd ictəmə aleyh. Nə demək istəyir? Deyir ki, məsələn fərzən deyir. Əgər kitabın açmağın, məsələn, əlində kitabın açıb oxumağın vacibliyini bildirsə, açıb oxumaq sənə vacibdir. Deyir, burada iki cür təsəvvür edə bilərik. Bir dəfə bu cür təsəvvür edirik ki, yəni ikinci dediyi cümlə ilə əvvəlkinin təkidi idi. Bunda deyir, problem yoxdur. Nə işqalı var ki, bir şey 50 dəfə təkrar edilir, qəsdən həmən şey olur. Təkrar, təkir babından. Bundan danışmırıq. Bundan danışırıq ki, əgər kitabın açılmağının vacibliyimiz, o vacib ki var idi, o bir vacibdir. Onu açıb oxumağın vacibliyi ki, ikincidən cümlədə gəldi, o başqa bir vacibdir. Bundan danışır, bunlar müstəhildir. Yəni, təkid deyil. Sanki iki dənə eyni vaxtda bir əmələ, eyni vaxtda iki müxtəlif vücubundan əmr eləyir. Bu da ola bilməz. Aydın onu nə demək istəyir? Bir dəfə deyirik ki, təkid üçün gəlib o cümlə, elə həmən o vacibi çatdırır ki, biraz da şiddətlə bildirmək istəyir. Onda problem yoxdur. Problem harada çıxır? Problem buradan çıxır ki, ikinci cümlədə olan vacib, yəni o ki mövzusunda birinci hökmü olan elm, ikincinin ki mövzunu qeyd olaraq götürülür. O ikincində gələn vacib, birincidəkindən vacibdən başqa bir şey. Əgər bildinsə ki, doyşən əti sənə haramdır, onda onu yemək sənə haramdır. Əgərsə bu haram ilə o həmən haramın özündən danışırsa, bunun problemi yoxdur. Cümlə mümkün də rəqiq olsun. Cümlədə mümkün də düşüklük olsun. Demişdim, nə deyirsən?
Amma müstəhil deyil. Aydın oldu. Bəli. Amma əgər desək ki, əgər doyşan ətinin haramlığını bilirsən, həmən doyşan əti sənə haramdır. Bu haram, bu haramdan başqa bir şeydir. Yaxşı, mən də haramlığı icra eləmək, yəni vacibliyi icra eləmək istəyirəm. Necə icra edeyim? Hansını icra edeyim eyni vaxtda? Müstəhil. İki ayrı hökm kimi hüküm şey götürmək olmaz. Baxsın nəsinə? Binəhvin yəkunul vücubul məc'ul fi hadil qadiyyin vəcəbə aleykə axırın cümlədə olan. Vəcəbə aleykə sözündə olan vücub fi hadil qadiyyə qeyrul vücubil məqtubihi izə qəta'tə bi vücubil həcc yuxarıdakı cümlədə olan qət'ə çatılan vücubdan başqa şeydir. Kana mə'na zalikə mənası bu olacaq ki, fi nəzər qati ənə vücubeyn mütəmasileyn iki dənə bir-birinə bənzəyən vücublar qəd ictəmə aleyh həmən şəxsin boyunda cəmləşiblər. Deyil. Məlum? Bəli. Problemimiz yoxdur. Təzə bəhs. Təzə bəhsimiz nədən ibarət? Ötən dərsdə qeyd elədik ki, iki dənə qeyd vardı ki, həmən bunların məc'ul hökmün mövzusuna daxil olmasında nə ediblər? Müşkül görürlər. Birincisi, elm bil hükmüdür. İkincisi, qəsdu imtisalil əmr. İstihalət əxv qəsd imtisalil əmr fi mevdu hükmül məc'ul. Bu bəhsin adıdır. Yəni, məc'ul hökmün mövzusunda həmən hökmü qəsd eləyərək icra etməyin qeyd olaraq götürülməsinin müstəhilliyi, əgər ədəbi tərcümə eləsə bu cür olacaq. Məc'ul hökmün mövzusunda həmən hökmü qəsd edərək imtisal etməyin müstəhilliyinin bəyanı məsələn. Bu nə deməkdir? Biraz kənardan bir şəhət deyim ki, kitabda yoxdur o şeyimiz. Biz bilirik ki, əhkam-ı ilahi iki cürdür. Bəzi təəbbüdidir, bəzi təvəssülidir. Təəbbüdi odur ki, keş Allah rızası üçün olsun. Əgər Allaha xatir olmasa, Allah onu qəbul eləməz. Təvəssülü odur ki, vacibdir, amma nə cür eləyirsən elə, özün bilərsən. Məsələn, qusuldur, dəst namazdır, namazdır, orucdur, bu ibadətlər hamısı nədir? Təəbbüdidir. Bilən məsələn fərzən belə deyir. Mən namazı qıldım, qusul elədim, dəst namaz aldım, özümü sənə göstərmək üçün. Düz olar olmaz, batıl olacaq. Düzdür? İndi birdən paltar yummaq da namaz üçün biləm, namazın bir dənə paltarım var, məsələn fərzəndə, o da bundardır. Sidik deyib, qan deyib. Namazına vaxtı girdi. O paltar yummaq mənə vacib deyə yox. Vacibdir. Başqa paltarım yoxdur fərzən. Yeganə paltarım budur. Suyum da vardı. Nə etməliyəm mən? Deyirsən, yəcib aləykən təqsilə səvbəkə. Bu yəcibdir, bu hansı vacibdir? İndi mən riyakarlığı yudum. Dedim, qoy desən ki, namaza ürək yandırandır. Problem var onunla namaz qılmağımda. Əslən problem yoxdur. Allah üçün gördüm, savab qazanardım, o başqa bir şeydir. Allah rizası üçün eləyərdim. Çünki Allah da sən o zəhmətə qiymət verərdi. Amma hətta Allah üçün riyakarcasına da həmən paltarı yusun. Gələn namazın düzdür, vacib sənin boynuna düşüb. Çünki Allah orada qəsdi qürbət istəməmişdi. Mühüm odur ki, nəcisin oradan getməyini istəmişdi. Təbii ki, hər bir müsəlman çalışmalıdır, bütün vaciblərini Allah üçün eləsin. Allah üçün eləyərsə, savabı var, onda işimiz yoxdur. Biz əməlin səhiliyindən danışırıq. Məlum oldu. Deməli, vacibatlar iki cürdür. Təəbbüdi və təvəssülü. Yaxşı, təəbbüdilər necə icra olunmalıdır? Deyiblər, bir neçələrinə ehtimal deyiblər. Biri budur ki, deyiblər, məsələn, qurbətən ilə Allah qəsdi ilə. Yəni, bu əməli edirəm ki, Allaha yaxınlaşdırsın məni. Məlum oldu. Bu bir ehtimaldır. İkinci ehtimal bunu deyiblər. Deyiblər ki, məsələn, fərzən deyək, mən bu işi icra eləyirəm, çünki bu mətlubdur. Aydın oldu. Məndən istənilirdi. Bu da bir ehtimaldır. Üçüncü, ona gəlim ki, Allahımın da razılığı var. Razıdır deyib bu işi görürəm. Və bu cür mümkünlüyü artıra bilər. Bunlar hamısı qurbətənillah qəsdin altına gedən şeylərdir. Bu ehtimallardan biri də budur ki, qəsdu imtisalil əmr. Mənə bir əmr gəlib, dur namaz qıl, dur oruç tut, dur filan qüsul ver, dəst namaz al, təyyəmmül elə, neynə. Bu işləri icra eləmək üçün əmr gəlib, qəsd edirəm həmən əmri icra eləmək üçün. Qəsdu imtisalil əmril mütəəlləq zimməti məsələn. Həmən əmri icra eləməyə yönəlmiş əmr nədir? Qəsd. Məlum oldu.
Dava bu 3-cü ya 4-cü ehtimali. Qəsd-ü imtisal əmr. Yaxşı, Mövla deyə bilər ki, salli, yəni, salli mütəqərribən iləllah. Böyle. Salli bima enne metlubun lillah. Bəli. Salli bima enne fihi ridallah. Düzdür. Bunların heç bir qürbətənlər də iki cürbəcür formalarını icra eləmək olar. Bunların heç birində bir problem çıxmayıbdır. Sıxanardadır, buradadır. Mövla deyə bilərmi ki, salli bi qəsdi imtisali əmri zalikəl əmr. Həmən əmri. Deyirəm, bu olmaz. Bu müstəhildir. Niyə ki müstəhildir usta? Deyilməyim. Aynı oldu. Qəsd-ü imtisalil əmr müstəhildir ki, necə elmi hökmü mövzuna götürmək olmaz, burada da qəsd-ü imtisal əmri götürmək olmaz. Niyə? Deyir ki, hər hansı bir hökm müəyyən şərtlərlə, müəyyən qeydlərlə qeydləndisə, o qeydlər iki haldan kənar deyil. Ya vacibin qeydidir, ya vücubun qeydidir. Elədir. Bəli. Və yaxud da ki, həm vacibin, həm vücubun qeydidir. Qəsd-ü imtisal əmr var, ha? Qəsd-ü imtisal əmr. Əgərsə əmr özü mənim əlimdədir, Mövlanın əlindədir. Mövlanın əlindədirsə, nə qədər o sadir eləməyibsə, onu imtisal eləyə bilər, hə? Zəval kimi bir şeydir. Deməli, onda vacibin qeydi olmaz. Bəli. Vacibin, o şey ki, mənim ixtiyarımda axı qanun oxumuşduq. Mükəlləfin boynuna düşən bütün qeydlər keçmə olsun, ixtiyari olsun. Əgər hər hansı bir qeyd mükəlləf üçün ixtiyari deyilsə, o ya mütləq vücubun qeydi və ya da ən azından vacib və vücubun qeydidir. Və mükəlləfdən tələb olunan fəqət vacibin qeydləridir. Nə vücubun qeydləri, nə də vacib, nə vücubun qeydləri mükəlləfdən tələb oluna bilməz. Çünki onun ixtiyarından kənar olan şeylərdir. Deməli, əl-əmr Mövlanın əlində olduğu üçün mənim ixtiyarımdan xaric olur, demək vacibin qeydi olmur. Vacibin qeydi olmursa, onda kesin nəyin qeydi olur? Vücubun qeydi. Vücubun qeydi olur. Demək, vücub özü qeydlənibdir ondan. Aydın oldu. Aydın. Vücub əgərsə qəsd-ü imtisal əmrindən qeydlənibsə, yoxdursa, aydın oldu, vücub onunla qeydlənməsi üçün gəç nə olsun? Mövzuya daxil olmaq üçün gəç müqəddəm olsun. Aydın oldu, elmdə dediyimiz kimi. Mövzuya daxil olmaq üçün gəç əvvəl qeyd olsun, daha sonra müqəyyədə gəlsin. İndi mövzuya daxil olmaq üçün oldu müqəddəm. Sonra qəsd-ü imtisal əmr, zalikəl əmr. Onda o qəsd imtisal əmr desən, əmr olmalıdır ki, qəsd ona yönəlsin. Aydın. Həmən o şey ki, mütəqəddim təsəvvürləmişdir, oldu ömrü mütəxir. Mütəxir oldu, mütəqəddim. Şey, eyni vaxtda mütəqəddim, mütəxir ola bilməz. Belə olan halda, onda qəsd imtisal əmrdə hökmün mövzuna daxil ola bilməz. Çatdı fikri? Bəli. Yox, bu ümumi anlayışdır, söz-sözünü belə. Qabağımıza nə çıxır? قد يكون غرض المولى أخذ قصد imtisal əmr fi mütəəlləqihim. Deyir ki, əmrin imtisalının qəsdi götürülür, qeyd olaraq götürülür fi mütəəlləqi və mütəəlləqil əmr. Yəni vacibdir. قد يكون غرض المولى قائما بإتيان المكلف للفعل كيف ما اتفق. Bəzən Mövlanın hədəfi yönəlir mükəlləfdən bir iş tələb edəndə necə gəldi icra eləməsinə. Və göstərmə, bil vacibil təvassuli. Buna vacib təvəssülü gəldi. Qəd yəkunu qəradu qayman biyyəniyyəti mükəlləf bil fe'l bi qəsdi imtisal əmr. Dedim, bəzi hallarda bunu deməliyik ki, qürbətən illallah, qürbətən illallah necə formada təhəqqüq tapa bilər, biri budur. Beşər Seyyid onu işarə eləyir, bir cümlə artıraydı. O bir üsulçular deyirlər, filan formada deyilə bilər. Amma Seyyid sanki gizlədir bu sözləri orada. Deməliydi ki, o bir problem, o bir cümlələrdə işgal yox, nə bilim. Lənnə Allah, yərda ən, nə bilim, lənnə Allah mətlubun min Allah, nə bilim, ki, deyə, qürbətən illallah Teala və ilaxır və s. Olan heç birində problem çıxmır. Problem çıxan arasında da bundadır. Və qəd yəkunu qəraduhu qaimən bi ən yətiyəl mükəlləfu bil fi'l. Mükəlləf həmən feili icra eləsin. Nə üçün? Bir qəsdi, bu qəsdən ki, imtisal əmri, həmən əmri imtisal eləmək üçün. Mənə əmr yönəlib, həmən əmri yerinə yetirmək üçün. Niyə namaz qılırsan? Deyirəm, çünki mənə namaz qıl əmri gəlib, o əmri yerinə yetirmək üçün namaz qılıram. Buna görə.
Və yusamma bil vacibi təəbbüdi. Buna deyirlər təəbbüdi vacib. Və sual huvə. Həl yumkin, həl bi imkanil mevla ində cə'li təklif vəl vücub fil halə thaniyə, yəni vacib təəbbüdilərdə. Mövla vacib təəbbüdilərdə bəndənin boyundan, mükəlləfin boyundan bir şey vacib eləyən, təklifi qoyanda ən yudxilə fi mütəəlləqil vücub, vücubun mütəlləqinə daxil edə bilər mi nəyi? Qəsdə imtisal əmr, qəsdə imtisal əmri. Məsələn, bu cür desin. Oruc tut, şərtləri budur. Ramazan ayı girsin, daşili səfərdə olmayasan, xəstə olmayasan, qadınsansa heyz nifası olmayasan, qoca kişi, qoca arvad olmayasan, filan filan şərtlər deyəndən sonra və mən sənə oruc tut dediyim əmri imtisal eləmək üçün. O siyahıya qəsd o imtisal əmrə daxil edə bilərmi? Deyirlər, müstəhildir. Yaxşı, niyə müstəhildir? Qəd yuqal biyənə zalikə müstəhilun. Liənnə qəsdə imtisal əmr İza dəxələ fil vacib. Əgər vacibə daxil olursa, kanə nəfsul əmr, onda həmin o əmr ki vardır, qeydən min quyudil vacib. Onda o əmrin özü vacibin qeydlərinə birinə çevriləcək. Liənnəl qəsdəl məzkur mudaf ilə nəfsil əmr. Çünki qəsdu imtisal əmrisən. Daha doğrusu muzaf ələl əmr oldu. Belə. Qəsd imtisal əl-əmr. Aydın oldu? Bu əmr əgərsə vacibin qeydinə döndüsə, buna izafə olunan da onun qeydi olacaq. Aydın oldu? Və izə, bir də baş cümləsinə. İmtisal da şeyin qeydi olur da, əmrin qeydi olur. Qəd yuqal biyənə zəlikə müstəhil. Ənə qəsdə imtisal əmr izə dəxələ fil vacib kanə nəfsul əmr qeydən min quyudil vacib. Onda əmr özü də vacibin qeydlərinə qeyd olacaq. Ənəl qəsdəl məzkur mudafun ilə nəfsil əmr. Həmin o qəsd nəfsul əmr, yəni əmrin özünə izafə olunan şeylərdəndir. Nəfsul əmr, fəlsəfədəki nəfsul əmr yox, ha? Əmrin özünə mənasıdır, lüğəti mənası ilə. Nəfsul əmr yaddadır fəlsəfədə, yox. Yəni vaqi. Nəfsul əmr yəni vaqi. Fəlsəfə ilə nəfsul əmr o özü bir istilahdır. Bu o istilah deyil, belə lüğəti mənasıdır. Və izə lahədnəl əmrə Əgər əmr yəni xitab, Mövladan gələn əmr. Və izə lahədnəl əmr. Və cədnə ənə leysə ixtiyarən lil mükəlləf. Mükəlləf üçün ixtiyar bir şey deyil. Kəmə huvə vadihun. Və hinə idin nutəbbiqil qaidə sabiqəl qailə. Deyir ki, keçmiş qaydamızı tətbiq edə bilərik. İnnəl quyudul məxudə fil vacib fəqat yecib ən təkünə ixtiyariyyətən. Ancaq vacib üçün götürülən qeyd gərək nə olsun? İxtiyari olsun. Linəstənticə ənə hədəl qeyd İzən la yumkin ən yəkunə qeydən lil vacibi fəqat. Deməli, indi ki, əmr ixtiyarı deyilsə, deməli, onda həmən bu qeyd fəqət vacibin qeydi ola bilməz. Onda həm vacibin, həm vücubun qeydi olmalı. Bəl labudən yəkunə əydən qeydən lil vücub. Gərək onda hər ikisinin qeydi olsun. Vacibin də vücubun. Və həzə yəni ənəl əmrə müqəyyədun bi nəfsihi. Onda əmr öz özünə müqəyyəd olur və o muhal olur. Bildim necə müqəyyəd olur? Əgər hökmün mövzusuna gətir dəqiqə deyirəm ki, qəsd imtisalil əmr. Deyirəm ki, imtəsil hadəl əmr bi qəsd imtisal hadəl əmr. Nə deməkdir mənası? Bu işi gör, bu iş sənə əmr olunduğu üçün gör. Əgər hökmün mövzusuna daxil olsa, gerək onda nə olsun? Hökm baş verməmişdən qabaq qəsd imtisal əmr olsun. Necə ixtiyar kimi ağıllılıq kimi hələ ixtiyardan danışmırıq. Orası düzdür, o ixtiyar deyil, onda işimiz yoxdur. Özünə təvəqqüf eləyəcək. Biz nə deyirik? Deyirik ki, qeydlər, mövzuda götürülən qeydlər hamısı illət rolundadırlar. Hökm isə onun məlulu rolundadır. İllət məluldan qabaq olmalıdır, sonra qabaq olsun. Qabaq olsun ki, məlul baş verəliz. Gözəl. Qəsdu imtisalil əmr. Həmən bu əmr. Əmr ki, mən onu istəyirəm icra eləyəm. Əvvəlcə mövzuya daxil ki, əvvəldən olsun. Aydın oldu? Olsun. Nə olsun? Qəsdu imtisalil əmr. Əmr yoxsa necə olsun? Bunda şey həm olsun, həm olmasın. Həm əvvəldən olsun, həm də əvvəldən olmasın, sonradan gəlib onun əvvəlində olsun. Təqəddümü şey ələ nəfsi. Yəni, yoxdur, təvəqqüfü şey ələ nəfsi. Aydın.
Bəli. Linəsdən ən hədəl qeydən la yumkin ən yəkuna qeydən lil vacib fəqat bəl labud ən yəkuna qeydən lil vücub. Və hada yəni ənəl əmrə müqayyidun bi nəfsihi və hu muhalun. Və hakəzə yətəbərhəm bi ənə əxdə qəsd imtithal əmr fi mütəlləq nəfsi yüəddiləl muhal. Beləcə görürük ki, onda burhan gətirilir ki, ən əxdə qəsd imtithal əmr əmri imtisal eləməyin qəsdini qeyd olaraq götürmək fi mütəlləq nəfsi öz mütəlləqində yüəddiləl muhal. Muhal adını çıxardır. Deyir, yaxşı. Güzel. Bunu nə üçün oxuyuruq biz? Faydası nədir? Faydası harada dərdə dəyər? Deyir, faydası burada dərdə dəyər ki, indi ki, əqəsdu imtisalil əmr qeyd olaraq vücuba daxil ola bilmirsə, o demək deyil ki, qeydi orada görməmək cümlədə mütləqlik yaradacaq. Təvəssülü və yaxud təəbbüdü olmağında şəkk etdiyimiz ibadətlərdə deyərik təvəssülüdür. Qəşəng bir bəhsdə, şirin bəhsdə. Nə demək istəyirsən? Cümləm çox qaranlıq oldu. Deyək, başqa misal bırak. Deyək ki, bir sıra hədislər oxudum, gördüm ki, ağ paltarda sanki şarinin həvəsi var namazın qılınmağına. Düzdür? Şəkk elədim. Görəsən, ağ paltarın namaz qılmaq vacibdir, ya müstəhəbdir? Aydın oldu. Mən burada neyirəm? Mən burada deyirəm ki, əgər şari ağ paltarda namaz qılmağı vacib eləsəydi, gərək deyəydi. Mən nədir? Əgər şarinin məqsədi ağ paltarda namaz qılmağı istəsəydi məndən, gərək deyəydi. Deməyibsə, demək istəməyib. Müstəhəb olar, yaxşı şeydir. Deyə bilərəm, deyə bilərəm. İstəyir ağ paltar namaz qılın, istəyir filan şeydə. İstəyir ki, məsələn, deyə filan cür namaz qılan, filan cür oruç tutan, filan cür deyərdi. Deməyibsə, demək istəməyib. İstəməyibsə, demək mütləqəm. İtlaq vardır. Ağ paltarda, qara paltarda da, evdə də, Hüseynə namaz qıla bilərəm və ilaxır məsələ. Amma, indi gəldim, gördüm, məsələn fərzə, misal, vaqi misal vurum. Mən bildim ki, məsələn, meydə namaz qılmaq vacib təəbbüd idi. Gərək Allah üçün olsun, qəsd imtisal olsun, məsələn. Gərək bildim ki, məsələn, deyək, qusulda nədir? İbadətdir. Gərək təəbbüd olsun. Şəkkə düşdüm, kəfənə bükmək və yaxud hənut vurmaq da gərək qürbətən Allah qəsdən olsun, ya yox? Təəbbüd yox, təvəssülüdür. Təəbbüd təvəssülüdür. Faydası orada çıxır ki, əgər təəbbüdürsə, mən birdən, məsələn, dərs keçmək üçün meydi büksəm, sən də baxırsan. Bunu gəlsə, sökəm təzdən bükəm. Çünki o dərs üçün oldu, Allah üçün olmadı. Ya hənut vurmaq, sonra yıxmışam meydi, öyrədim ki, o burasını gəç onu siləm, təzdən bir də vuram. Çünki o nə idi? Dərs vermək üçün, təlim üçündür, qürbətən Allah deyildi. Amma birdən təvəssül edirsə, əskə bükülsün, büküldü. Onu bükməsində ki, təvəssülə gedirlər də. Nə? Hələ gözlə bir. İndi, mən gəldim, şəkkə düşdüm. Görəsən, qəsd-ü imtisalil əmr, yəni qürbətən Allah, bu mənası ilə. Qeyd olaraq götürülməyib. Aydın oldu. Hənutun hökmlərində, qusun hökmlərində görmədim. Görmədimsə, deyə bilərəm ki, istəsəydi deyərdi. İstəməyibsə, deyim, onda mütləq istəyib, onda təvəssülüdür. Necə gəldi, mən onu bükə bilərəm, necə gəldi, məsələn, hənut eləyə bilərəm. Yox, onu deyəməzsən. Niyə? Çünki bu qeydi götürə bilmir. Götürə bilmirsə, o demək deyil ki, istəmir. Bəlkə istəyib götürə bilməyib. Oradan artıq itilaq çıxarda, məsələn, ağ paltar namaz qılmaq kimi deyil. Ağ paltarı görməyəndə, dedim ki, istəyirdi, deyirdi. Necə şey deyir ki, götürə bilmir. Yox, cümlə girə bilməz, cümləyə, xitaba girə bilməz. Belə deyə bilməz ki, məsələn, fərzən deyək, hənnitu məvtakum bi qəsd imtisali əmr bit təhnid. Bu söz deyə bilməz. Çünki o muhala aparıb çıxardır. Muhala aparıb çıxardırsa, demək onda qeydi vura bilmir. Vura bilməməyi, istəməməyi deməkdir. Bəlkə demək istəyir, onu götürə bilmir. Aydın oldu. Demək onda artıq bu qeyd başqaları fərq edəcək. Yəni, hər yerdə şəkkə düşür, görsən, təvəssül deyə bilmər ki, istəsəydi deyər, deməyibsə, demək istəmir. O söz burada gəlməyəcək orada. Onda nə eləməliyik onda? Bunu ki, ehtiyat eləyək. Ehtiyatda şey edir. Məsələn də, yolu təəbbüd kimi rəftar eləyək, qürbətən Allahla eləyək. O bir qeydlərdən fərq yaranacaq burada. Məsələn. Və səmərətü hadəl bəhs. Bu şey var ha, səmərəsi də, mövriddə görə şey müxtəlifdir, hansı yerlərdə məsələn qeyd kimi götürə bilərsə. Yox, heç yerdə də götürə bilməz. Heç bir vacibin icrasında həmən vacibi qəsd eləyib icra eləmək qeyd olaraq götürə bilməz. Onda hansılarda biz bilmədik təvəssülü, yəni şey eləyək.
Üsul qaydasına görə Bəli, artıq təbliğ, fiqdə bəlli olub bu təbliğ. artıq. Demək olar ki, bəllidir müştəhidlər üçün. Bəli. Biz olsa bu qayda olsa, yəni oradan itlaq çıxarda bilməzsən. İtlaq çıxarda bilmirsənsə gələcək muhməl. Bəli. Muhməl də əgər mən bu meyli bastırmalıyam, mətni təmizləməliyəm, bu filan şeylər vacibdirsə mənə. Onda mən nə etməliyəm? İştiğal yaqini, istədi fərağ yaqini. Bəli. Mən yəqin bu vacib boynumda var. Şəkk edirəm ki, qürbətən illallahsız eləsəm boynumdan düşər düşməz. Nə olacaq? Düzü düşməyəcək də. Bəli. Bu vacib girib boynuma. Bilirəm ki, qürbətən illallahla eləsəm düşəcək. Qürbətən illallahsız bilmirəm, düşəcək, düşməyəcək. Bəli. Bu düşürtmək üçün vacib deyil. Yöndə ehtiyat eləyəm də. İştiğal yaqini, yaqtadı fərağ yaqini. Bəli. Usulun qaydası, fiqhun qaydası. Burada bəs itlaq-ül məqami şey olmur, cari olmur. Yox. Təbii ki, mən dedim ki, üsul səviyyəsində danışır. Artıq o hansı ibadətin ibadət olub olmağı artıq bəllidir. Məlum oldu, təvəssül və təbid olmağı bəllidir. Sadəcə qayda olaraq. Yəni onun dediyi ki, burada itlaq girə bilməyəcək. Çünki götürə bilmir. İtlaq-ül məqami. İstər itlaq məqamisi olsun, istər itlaq ləfzisi olsun, aydın oldu. Bir daha ilk yol. Çünki onu neyə bilmir, o qeydi ora sala bilmir. Sala bilmirsə o qeydi ora, necə sən deyə bilərsən ki, o istəməyirdi. Bəli, Mövla eləyə bilər ki, başqa bir xitabına göndərsin. Hə, mümkün deyərsən ki, başqa bir xitabları da gəzdim, tapa bilmədim, o başqa bir şey. Aydındır. Məsələn, fərzən belə deyək, Mövla başqa bir xitabına bu cür deyə bilərdi. Meydun vacibatı hamısı təəbbüdiyyatdır. Sonra deyilən hər nötə başqa bir şey deyilən təəbbüdiyyatdır. Aydın, qeyd var da o başqa yerdə. Hə, ya da meydun vacibatı təvəssüliyyatdır. Bəli. Başqa xitabla eləyə bilərdi. Mümkündür, məsələn deyək, hənutun vacib olmağını həmin başqa xitabdan çıxardar. O şey demişdi, təəbbüdiyyatdır. Təəbbüdiyyatı ondan məsələn deyək, hənut qulməhəndə olsun, ya olmasın, başqa xitabını həll edə bilərsən. وثمرة هذا البحث أن هذه الاستحالة إذا ثبتت فسوف يختلف الموقف تجاه قصد امتثال الأمر عن الموقف تجاه أي خصوصية أخرى. Əgər de bu istihalə sabit olsa, bir üsulçu bunu qəbul etsə ki, müstəhildir, onda qəsd-ü imtisal əmr qeydinə olan mövqeyimiz digər qeydlərin hamısından fərqli olacaq. Fi dəxliyə fil vacib, vacibə daxil olan bütün qeydlərdən fərqli olacaq. Necə? Və zəlikə ənə idə şəkkəkmə fi dəxli xüsusiyyəti iqay sərət mə'səvbil əbiyyad fil vacib. Əgər də şəkkə düşdü, görəsən, namazı ağ paltarda qılmaq, ağ paltarla namaz qılmaq vacibdir ya yox. Əmkənət təməssük bi itlaqil kəlamil mövla, mümkün Mövlanın kəlamını yapışarsan, əqimis salat sözündən, deyərsən ki, əgər ağ istədi, deyək ki, əqimis salata bir soğubu nəbiyyat, deməyib, onu da istəməyib, demək vacib deyil. Bunu itlaqla nəfi eləyə bilərsən. Aydın oldu? Əmkənət təməssük bi itlaq kəlamil mövla li nəfiyi. Nəfi eləyərsən, dəxli hadil xüsusi, yəni ağ paltarda namaz qılmaq xüsusiyyətini nəfi eləyə bilərsən, fil vacib. Harda? Bi həsəbi aləmil vücubu vəl cəl, aləmil vücubu və cəldə nəfi eləyə bilərsən, isə yoxdur, vacib. Və izə səbətə ədəmü dəxliyə fil vacib, bi həsəmi aləmil cəl, əgər cəl aləmində onun ədəmü dəxaləti sabit olsa, yəni belə bir qeyd istənilməyib cəl aləmində, yəthbutu ədəmü dəxliyə fil qarad, onda demək, qərəzə də daxil deyil. İzləv kanət dəxilətən fil qarad, əgər Mövlan qərəzinə, hədəfinə daxil etsə, ağ paltarda namaz qılan, ləxəzət fil vacib, bunu vacibə götürərdi. Və ləv əxəzət kəzalik, ləzukirət fil kəlam. Və ləv uxidət əl-xüsusiyyət kəzalik, əgər xüsusiyyət bu cür götürülsəydi, ləzukirət fil kəlam, ondan kəlamda zikr olunardı. Və həzəl üslub la yumkin tətbiqü alə qəsd imtisal əmr. Bu dediyimizi qəsd imtisal əmrə tətbiq eləmək olmaz. İndə şəkki fi dəxili fil qarad, görəsən Mövlanın qərəzinə daxildir ya yox. Onu çıxarda bilməzsən. Liənnə itlaqə kəlamil Mövla və əmrihi, Mövlanın kəlamının mütləq olmağı və onun əmrinin mütləq olmağı, İnnəmə yen ədəm əxdi hədəl qəsd fi mütəlləqil vücub. O deməkdir ki, vücubun mütəlləqində qəsd qeydi götürülməyib. Amma istənilməyib də deyə bilərsən? Xeyr. Götürülməyib. Götürülməmək istəməməzlikdən ola bilər, istəyib götürə bilməməkdən də olar. Aydın oldu. Onun görə də onu çıxardan məsəl oradan. Və əmruhu innəmə yəni ədəmü əxzi hədəl qəsd fi mütəlləqil vücub. Bu qəsd qeydi mütəlləqil vücubda götürülməyib. Və nəhnu bi hukmil istihaləl anifə zikr, dediyimiz o istihaləyə görə nə'ləm bizalikə biduni hacətin lirrucu ilə kəlamil Mövla. Nə'ləm bizalikə, bunu bilirik. Şey götürə bilməz. Biduni hacətin lirrucu ilə kəlamil Mövla. Artıq Mövlanın kəlamımızı baxmadan da bilirik ki, o götürülə bilmir. Və lakin la yumkinə nəstəkşifə min zalikə ədəmi kovnil qəsdil məzkur dəxilən fil qarazı Mövləvi. Amma bunu kəşf eləmirik ki, bu qeydin götürülməməsi
onun istənilməməsidir. Bəli. Onu kəşf edə bilmərik. Mümkündür. Qeydi vurmayıb və istəməyib. Mümkündür qeydi vurur, onu istəyibdir, vura bilməyib. Bəzi hallarda bir şey istəyirik. Allah o qədər bizim şey barəsində şey istəyir, amma istəyir ki, bir huzur ola. Məyər Allah Teala hamımızı bütün günahlardan pak görmək istəməyib. İstəyir. Və niyə onda hamımızı məsum düzəltməyib? İstəyir də hamımız məsum ola. Amma nədir? Mümkündür artıq. Fəsad yarada bilərdi. O deməli ki, istəməzdi hamımız məsum kimi həyat sürsün. Və lakin la yumkin ən nəstəkşifə min zalikə, yəni qeydin olmamağından. La yumkin ən nəstəkşifə min zalikə, yəni min ədəmi vücudil qeyd fil xitab, ədəmi kavnil qəsd məzkur dəxilən fi qəradil məğuləvi. Bunu çıxarda bilmərik ki, qəsd-i imtisal əmr Mevlanın qərəzə daxil deyil. Ləndəl Mevlan muttarrun ələ əyyəhə, çünki Mevlan müstərdir. Ədəmi əxzi fil vacib, bunu vacibə götürmədir. Səvan kanət dəxilən fil qəradi əvla, istər götürməməkdə məcburdur. İstər qərəzinə daxil olsun, olmasın. Fəla yədullu ədəm əxzi ələ ədəmi dəxilihi. Qeyd olaraq götürməməsi hədəfinə, qərəzinə daxil olmamağı demək deyil. Və hədə yəni ənəl istihalə məzkurə tubtulu imkanət təməssük bil itlaq. Deməli, onda həmin dediyimiz istihalə əgər sabit olsa, itlaqdan yapışmanın qabağını alır, batil eləyir. Harada? Kəlamil Mevlada. Linəfyi təəbbüdiyə və isbatı təvəssüliyə. Təəbbüdiyəni nəfy eləyib, təvəssülünü sübut eləməyi neynir? Batil eləyir. Bu itlaqdan yapışa bilməzsən. Və min huna yumkin ən nusavvirə səmərə listihatı əxzil elm bil hükm qeydən nəfsi ələ vəcin axır qeyri matəqədən fi zalikəl bəhs. Buradan da keçə bilərik, bir dərs, iki dərs qabaqda dediyimiz elm qeydinin götürülə bilməməsi. Oradan başqa bir cəhətdən istihaləsi deyə bilərik ki, götürməyibsə elm qeydi yoxsa, yine əlim tözü yoxsa, o demək deyil ki, nədir? Cahillərə aidət yoxdur. Bəlkə cahillərə də aidət var, amma götürə bilmədi o qeydi. Məlum oldu. Və min huna yumkin ən nusavvirə səmərə listihatı əxzil elm bil hükm qeydən li nəfsihi. Əlavəcin axır, başqa bir cəhətdən istihaləni sübut edə bilərik, qeyri matəqədəmə fi zalikəl bəhs. Orada dediyimizdən əlavə olaraq. Fənəqul, İnnə hadil istihalə elmin hökmün mövzuna, məcud hökmün mövzuna daxil olmasının müstəhilliyini sübut eləyəsək, təbtulu imkanı təməssük bi itlaq kəlamil Mevla. Mevlanın kəlamda itlaq cari eləməyə mani olur, batil edir. Nəyi? Linəfi ixtisası əqradı bil alimin, bil əhkam. Hökmü bilənlərə şamil, Mevlanın hədəfinin hökmü bilənlərə şamil olmağının xüsusiyyəti, xas olmağın batil edir. Aydın oldu? Batil oldu, təzən deyirəm. Mövla hökmün mövzusunda bilənlərə aiddir, qeydini götürə bilmir. Mənim bu hökmün bilənlərə aiddir, qeydini götürə. İn əlimtə, in əlimtum sözlərini götürə bilmir. Götürə bilmirsə, mən də ondan çıxarda bilərəm, deyərəm ki, məsələn, indiki bu in əlimtə götürməyimsə, demək onda nədir? Alimə də aiddir, cahilə də aiddir. Bunu deyə bilməzsən deyir. Mümkündür, bəzi hökmləri alimə aid olar, bəziləri cahilə, bəzi hər ikisinə. Çünki nədir? O qeydi götürə bilmir. Mən o qeydi götürə bilmirsən, xitabıma daxil eləyə bilmirəmsə. Tutaq ki, məsələn fərzən belə deyək. Bir dənə şiə, məsələn fərzən belə deyək. Xitabədədir, ya məsələn bir televiziyada, ya çəkilişdədir. Nəsə deyək, xəlifələr varsa bir söz demək istəyir, deyə bilmir. Deyə bilmək o deməkdir ki, demək istəmir. Əlaqəsi var. Çünki deyə bilmir. O məqam ona imkan vermir. İndi sözünün xitabına yapışa bilərsən ki, demək filan şey demək istəmir. Çünki yoxdur orada. Aydın oldu. Bir də bax cümləsinə. Fənəqul, innə hadil istihalə, yəni elm qeydinin hökmün mövzuna götürülməsi, alimlərə aid olmaqdır. Yəni, inə əlimtə, inə əlimtum bu sözdən götürülməsi, tubtilu, batil edir, imkanı təməssük və itlaqı kəlamil Mevla, Mevlanın kəlamının itlaqından yapışmağı batil edir. Deyəməsən ki, alimə də aiddir, cahilə də aiddir. Bunu deyəməsən. Nə üçün? Linəfi ixtisas əqradı bil alimin. Mövlanın ixtisasının, yəni Mövlanın hökmünün, qərəzinin alimlərə xas olmağı nəfi eləyə bilməzsən. Ki, cahillərə də aiddir bil əhkam. Bir nəfsi tariqət müşar iləyhə. Burada yuxarıda qəsd-i imtisal əmri dediyimiz yolla. Nədir? Çünki götürə bilmir. Götürə bilmir. O deməkdir ki, istəmir. Qəsd-i imtisal əmri. Qəsd-i imtisal əmri dediyimiz kimi burada tətbiq edirik. Deyirik ki, Mövla dedi ki, sallu salatəkumul vacibə. Demədi, inə əlimtum əvla ləm tə'ələmu. Biraz vaqiyə yaxın misal vurum, daha yerinə düşsün. Fiqdə belə bəhsimiz var. Orucun qəzası bilib bilməkdən asılı deyil.
Sən biləsən, bilməyəsən, müsəlmansansa, Bəli. sonradan da bilsən oruc vacibmiş, danışacaq orucu tutacaqsan. Amma kəffarəsinin deyiblər ki, bilməyə aidiyyəti var. Əgər orucun vacibliyin bilirdinsə, ki, oruc vacibli, kəffara sənin nədir? Gələcək. Bilmirdinsə orucun vacibliyin, sən bilmirsən oruc deyilən bir şey vardır, kəffara gəlməyəcək. Qəza gələcək. Məlum oldu. İndi mən xitabda kəffarın xitabını danışıram. Fərzimiz budur, bu şeydən xəbərimiz yoxdur. Kəffarın xitabında məsələn deyək, bu xitabı gördüm ki, Əyyuhəl-ləzīnə məsələn ləm təsumu fi vaxtiha aleykumul kəffarə. Elm, cəhl qeydi görmədim. Mən buradan bunu çıxarda bilərəm ki, əgər Mövla istəsəydi alimlərə şamildir bu söz, qeyri vurardı. Deməli onda alimə də şamildir, cahilə də şamildir. Bu sözü də deyə bilməzsən burada. Niyə? Mümkündür alim istəyib, amma deyə bilməyib. Mümkündür cahil istəyib, deyə bilməyib. Onu çıxarda bilməzsən. Mümkün hər ikisi istəyibdi. Elmin orada hökmün mövzusunda qeyd olaraq götürülməməsi, onun istənilməməsi demək deyil. Mümkün istəyib, onu deyə bilməyib orada. Elhamdülillah Rabbil Alemin. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Allahümmə salli